Salam, hörmətli Patriot Newsun daimi izləyiciləri, sizlərlə yenidən mənəm Ceyhun Əliyev. Əziz dostlar, bugünkü verilişimiz maarifləndirici bir mövzuya həsr olunacaqdır. Hamınıza məlumdur ki, bir neçə gün bundan öncə Sərsə bazarı deyilən bazarın arxasında antisanitarik vəziyyətin yaranması səbəbləri və eyni zamanda da buradan sivil tullantıların çıxarılmasına əlaqədar olaraq material təqdim eləmişdik. Artıq bir neçə gün keçibdir. Bu günləri Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin əməkdaşları ərazidə təmizlik işləri aparıblar və necə deyərlər, ərazini zibildən təmizləyibdilər. Bax, qeyd etdiyim kimi, həmin ərazidə gördüyünüz kimi bir neçə gün bundan öncə zibildən yerimək mümkün deyil idi və bu günləri yenə deyirəm, əraziyə gəlib Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin əməkdaşları ərazini zibildən təmizləyibdilər. Gördüyünüz kimi qutular boşdur. Lakin əfsuslar olsun ki, bu qutulara gətirib mağazalardan və bazardan tullantıları yerə atırlar, qutulara atmırlar. Biz bir daha müraciət edirik şəhərimizin sakinlərinə və bazarda ticarətlə məşğul olan insanlara ki, sizin tullantılarınız yarananda onu zibil qutularına atın ki, gündə 2 dəfə zibili gəlib ərazidən çıxardırlar. Və gələcəkdə də burada bax belə bir, necə deyərlər, antisanitar vəziyyət yaranmaması üçün bütün hamımız səfərbər olunmalıyıq. Hörmətli tamaşaçılar, dünənləri bu ərazidə zibil əlindən hərəkət etmək mümkün deyildi. Bir daha qeyd edirəm ki, bax bura Sərsə bazarının arxasıdır. Sağ olsunlar ki, gəldilər, Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin əməkdaşları buranı təmizlədilər və qayda qanun yaratdılar. Və gördüyünüz kimi, lazımi səviyyədə iş qurulubdur. Zibil qutularından təmin olunubdular. Lakin əfsuslar olsun ki, bu əraziyə gətirib zibili tökürlər, pərakəndə halda çıxıb gedirlər. Və bu da nəzarətsiz qalır. Biz buradan Sərsə bazarının rəhbərliyinə də müraciət edirik ki, yəni burada ticarətlə məşğul olan insanlar arasında maarifləndirmə işləri aparsınlar və onlar zibili hara atmalıdırlar, onu bilməlidirlər. Və bir daha qeyd edirəm, şəhərimizi kim zibilləyirsə də onlara qarşı necə deyərlər, lazımi tədbirlər görülməlidir. Dünənlər bu ərazidə heç maşın saxlamaq imkanı yox idi. Çünki ərazi tam şəkildə zibillə dolu idi. Ancaq indi şükürlər olsun ki, təmizlik işləri aparılıbdır və qayda qanun bərpa olunubdur. Tamaşaçılar, bugünkü verilişimiz sona çatır. Bir daha qeyd etmək istəyirəm ki, bugünkü verilişimiz şəhərimizdə təmizliyin qorunub saxlanılmasına həsr olunmuşdu və Sərsə bazarının ətrafından sizə verilişi təqdim elədi Ceyhun Əliyev. İndi isə mən sizinlə xudahafizləşirəm və gələn görüşlərə qədər deyirəm. Özümüzü və yaxınlarınızı qoruyun, Gəncəmizi təmiz saxlayalım.